misal var, qozbeli qəbir düzəldər. Çox yanlış misal. Dərin oturmuş zəifliyimizi dəyişmək üçün bir xeyli onun üzərində işləmək lazım. Mən çox adamlar tanıyıram ki, ən böyük problemləri odur ki, onlar istəyirlər, tez dəyişə bilmirlər, məyus olurlar. Və deyirlər ki, belə dünyaya gəlmişəm, belə də gedəcəm. Zəif xarakter heç bir zaman böyük işlər görə bilmir. Heç bir zaman böyük dəyişiklik də eləyə bilmir. Öncə zəifliyi aradan aparacaqsan, bir şəxsiyyət olaraq güclənəcəksən. Ondan sonra təsir etmə radiusun sənin böyüyəcək və bir çox insanlara da sən təsir qoya biləcəksən. Biz insan necə dəyişir? Bəzən dəyişikliklər üçün 1 il lazımdır, bəzən 1 ay lazım. Bəzən hansısa dəyişiklik üçün insan 3 il səbr eləməlidir. Hərəkət eləyir, çalışır, 3 ildən sonra dəyişir. Bu fikir də yanlışdır ki, istənilən mənfi xüsusiyyətimi bir günə dəyişəcəm, 1 aya dəyişəcəm, 1 həftəyə dəyişəcəm. Bu mümkün deyil. Məyus olmaq lazım deyil, ancaq işləmək lazım. Və əgər sən özünü dəyişə bilmirsənsə, əmin ol ki, bu istiqamətdə hərəkət etsən, bir zaman o mənfi xüsusiyyətini dəyişəcəksən, o istədiyin nəticəyə çatacaqsan. Sadəcə olaraq bir vaxtı var. O vaxtı gözləməlisən. Ağacı əkirsən, hər gün onu lazımı gübrəsini verirsən, suvarırsan və o meyvə bu mövsüm olmasa da növbəti mövsüm yetişəcək. Ancaq bizim xarakterimiz o cür deyildi. O xəmir kimidir. Sən onu dəyişə bilərsən, sən onu yoğura bilərsən, sən onu istədiyin kimi istiqamət verə bilərsən. Bu mümkündür. Bu sənin əlindədir və bunu eləmək bizim iradəmiz çərçivəsindədir.